Değerli izləyicilər, hamı salamlayıram, üzr istəyirəm. Hamı salamlayıram. Budur növbəti videomuz və növbəti video gördüyünüz kimi canlıdır. Üzümü qırxacağam. Səbəbkarlar olacaq deməli bizdə. Başlayaq sabından. Belə Tabaçok adlı deməli sabundur. Budur onun içində olan tərkibi. Bilmirəm indi mən bunu montaj edib düzəldə biləcəyim yoxsa yox. Tərsinə göstərəcək sizə tərkibi. Belə başa düşdüyüm qədər deməli heyvan piyi, nə bilim müxtəlif heyvanların qaz piyi, müxtəlif başqa bir heyvanların deməli piyləridir. Budur. Deməli Tabaçokdur, ona aid olan deməli həmin avtoşev kimi belə həmin istehsalçının avtoşevi istifadə edəcək. Deməli kimdir satıcı? Rusiya vətəndaşı Yuriy Eyvazovdur. Buradan ona ateşli salamlar. Здравствуйте, Юрий. Спасибо вот за новый автошейв. Сегодня мы воспользуемся и заодно прокомментируем все такое. Qaşıqla bu qədər götürmüşəm həmin bu sabunu. Yaginin deməli belə bir qabıda mən bunu yapışdırıb bunun dibinə biz köpük yaradacağıq indi. Artıq hazırdır sabun məsələsi. Fırça olaraq olacaq bizdə belə özüm düzəltdiyim bir fırça idi. Nə bilim, mən deyəsən sizə video çəkmişdim, linkini atacağım. Budur bunun qulpu. Bu xüsusi sintetik fırçadır. Müxtəlif heç bir belə deyək də hansısa bir manipulyasiyalara ehtiyac yoxdur, yəni nə öncədən nə bilim bunu islatmaq falan bu kimi şeylərə ehtiyac yoxdur. Mən indi nə edirəm? Mən istadım. Yox, deyirəm. Yaxalayım, qoy biraz da olsa nəm olsun, həm də isti su gəlsin. Mən bu hələ ki sizə bu təqdimatları apararkən deməli bizim bu sabunun üstünə qaynar su süzüm, onun bunlar hamısı edirəm. Bir də ki biraz qaynar su yığım balaca qaba ki ondan sonra da biz bizim tevarimizi də orada isidək. Deməli bizim dəsmalımız buralarda olsun, yaxında olsun, hara qoyun, yaxşı qalsın burada. Üzürlü sayın. Deməli fırça hazır. Səbəbkarımız Yagiyə aid olan deməli Sentineldir yoxsa Telstardır. Bir sözlə mən onu da qeyd edəcəyəm. Məncə Sentineldir. İki versiyası var. Bir Zamak materialdan, bir də məndə olan kimi 316 Glass L yoxsa L-siz yadımda deyil. Paslanmayan poladda CNC dəzgahda hazırlanan üz qırxandır. Yagi şirkətə məxsusdur. Parametrləri yalançı çıxaran. Səbəb də qırxmağın niyə görədir? Mənim çox hörmətli bir dostum var. Deyir ki, bu Rixis tiyələr kütli dartır. İstəyirəm yoxlayın. Mən bundan biraz öncə bir neçə dəfə həmin bu Rixis tiyələri istifadə etmişəm. Deməli, Haranın istehsalçı kimdir? İstanbul yazılıb. Türkən. Baxaq görək. Deməli, budur. Tiyə birinci istifadə. Üzündə olan tük deməli 2 günlük, yox, yalancı çıxdı. 3 günlükdür. Yəni hadisə 72 saat yaşı var. Tükün budur. Və gördüyünüz kimi piltədir. Xüsusi yerlərdir. Deməli, mən atacağım bura tiyəni. Tiyə kip oturur. Oynamağı falan yoxdur. Piltəsi qoyuruq üstünə. Burada bir dənə balaca şaybə var ki, bu hissəni zədələnməyək. Qulpu sıxıb bağladıq. Budur.
Əgər yazıları görə biləcəksiniz, görə bilmək yaygidir. Burada yazısı var, yaygi. Belə, hazır. Deməli, atdıq bu isti suya. Həmin o bizim tevarini budur, fırça. İndi başlayacağıq biz iynəməyə, köpük yaratmağa. Tez bir zamanda çalışaq bunu edək. Çünki mənim vaxtım azdır, səhər südür. Bizim getdiyimiz yerimiz var. Ona görə tez bir zamanda üzümü qırxıb, deməli çalışaram. Yaxın hansısa gələcəkdə bu videonu bəlkə də heç yerləşdirmədim YouTube'da, bəlkə yerləşdirdim. Bilmirəm, amma fakt odur ki, çəkirəm. Çəkirəm görək hansısa bir bilinmədiyi bir gələcəkdə, bəlkə test kimi qaldı tarixdə mənim telefonumda, bəlkə qaldı sizdə. Budur, artıq 1, 2, 3 elə deyək də, nə qədər söhbət elə bilməyim, artıq hazırdır. Köpük hazırdır, yoldaşlar demək olar ki. Mən sadəcə olaraq, deyəsən sabun çox oldu, təsəvvür eləyin də, nə qədər keyfiyyətlidir. Юрий, еще раз спасибо, было отлично. Буквально пару секунд, пару движений, все, было готово. Maşallah. Bəli, yoldaşlar. Bilmirəm, bəlkə də Yuri heç baxmadı bu videoya, amma yenə də ümid edək. Sağ olsun, orada deməli Yuri Eyvazov yaşayır Yesentuki şəhərdə deyəsən. Orada bizim həm yerlilərimizə salam göndərirəm, böyük atəşdir, çox sağ olsunlar. Hazırdır sabun yoldaşlar, mən tez bir zamanda üzümü istadım. Mən mikrofonu çıxardım, qısa bir müddət ki, üzümü yaxalayayım və qayıtam sizə. Çox az vaxt çəkəcək. Deməli, üzüm duşdan sonradır, məncə. Gayet qədər yumuşaq olmalıdır. Mikrofonu qaytardıq. Deməli, köpüğü biraz da qarışdıraq və üzümüzə çəkək. Ola bilsin arada sizə yox, bura özümə baxın. Buna görə üzrlü sayın. Deməli, fırça G5C-dir, nədir? Elə təzə növ sintetik fırçalardandır. Deməli, qulpu isə mən əgər səhv etmirəmsə, GS Kosmetika aiddir. Qulpu da mən vaxtilə bir çox hörmətli bir cavan oğlan hədiyyə etmişdi. Ona görə də ona buradan fürsətdən istifadə edərək təşəkkürümü bildirirəm. Amma bu, belə deyək, nodu, yəni bu sintetik fırçanın bu qalan hissəsini isə ayrı bir saytdan almışdıq. Mənim kanalda bu fırçanın bu tükləri gələndə, sintetik hissəsi gələndə mən tez bir zamanda video çəkmişdim. Çalışaram o videoyla sizinlə bölüşüm deməli burada. Hansısa bir tində. Bilmirəm, çünki mən güzgüdəni çəkirəm. Mənə həmişə maraqlı idi. Necə olur ki, bu başqa blogerlər çəkəndə bədənlər belə qalavastik kimi çıxmır. Mən ondan ötəri kamera aldım. Bu birinci video həmin kamera ilə çəkilmişdi, həmin bu futbolkada. Və çox çobud çıxmışdı. Kamera özü də tez bir zamanda qızır. Bunu artıq telefonla çəkirəm. Mən fikir verdim ki, kamera zat boş söhbətdir. Action kamera idi. Deyəsən, DJI şirkətə aid olan Action 3 idi, 4 idi. İndi də durur məndə. Boş-boşuna olmur. Heç nəyə yaramadı. Budur ki, hazır demək olar ki, yoldaşlar. Yolları belə düzəldək. Üzüldü sayın. Və başladıq. Siz baxın. Deməli,
YG Sentinel, Rixis deyələr, 3 sutkalıq 72 saatlıq tük və başladıq. Ən çətin məsələ Bakimbartdadır. Mərhələdən çıxan kimi. Deməli, bundan öncə mən bu Rixis deyələri istifadə etmişdim. R41 adlı yük ilə aid olan, yəni Alman şirkətə aid olan 140 antivaridə 41 əgər sərf eləmirəmsə, mən onun haqqında bir neçə video çəkmişdim. Elə bir 140-andır ki, yəni ki, məhv eləyir də, yəni tiyə hansı tiyə olursa olsun, yəni ki, onun həmin o tiyənin bütün potensialı sıxıb göstərəcək. Budur, hazırdır. Bəli, deməli, bizim dostumuz Rasim müəllim düz deyib. Deməli, R41-dən fərqli olaraq bu Sentineldə dartır, hiss edirəm. Tükləri dartır. Mən çalışıram maksimum qapağından qırxım. Belə edəndə, yəni ki, bu bucağı azaldanda biraz da çox dartır. Amma qapaqdan qırxanda o qədər də o dartma hiss olunmur. Və qapağa çalışıram üzümə daha çox güc verib, yəni güc deyəndə elə bir güc yox. Çalışıram ki, qapağı daha sıx saxlayıb üzə. Yaxşı, o zaman dartma hissi azalır. Amma düzdür. Niyə biz bu diskomfortu hiss edək? Mən görmürəm nə baş verir təxmini. Elə eləyək. Bunlar yoldaşlar birinci pərdə artıq yekunlaşmaq üzrədir. Bu çənəyə qalanda yoldaşlar, burada bir məsələ var. Ən cod yerdir. Yəni hansı istiqamətdə qırxsaq qırxaq, yenə də orada xırda da olsa belə deyək, tüklər qalır. Mən buranı belə etmirəm. Yəni blogerlərin çoxları elə edirlər, amma zaman o qırxdığı bir şey olmur, düz qırxanlar. Yəni mən şəfvari istiqamətdə həmin işi yekunlaşdırılmış oluram. Dur, qaytaraq bunu isti suya. Yalandan da olsa silək, qalıqları və davam edirik yoldaşlar. Artıq bulaşdırdım özümü. Amma neyniyək?
Ustadın işə nə deyirlər? Искусство требует жертв. Искусство. Qırxmaq. Özürlü sayın, bəli, bəlkədən danışmıram, niyə səhər sübhü cəmaat yatır. Hansı bir dənə ağıllı orada üzünü qırxır, özü ilə danışır, qonşular hələ düşünür. Qonşu studiyalar, ha. Özürlü sayın səhifələri. Studiya, bəli, bura studiyadır. Deməli, yoldaşlar, bu kameranı gətirib bu vəziyyətə qoymağa, onun üçün ayrı stoyka almaq, həmin stoyka elə bil ki, dayandırmaq ki, mən özümü sizin üçün belə çəkim. Yəni, inanın ki, kifayət qədər şopkalardan çıxmışam. Hazırdır. Davam edirik. Əllərini yaxaladım. Və başlayır. Burada əks istiqamətdə çapıqların əmələ gəlmək şansı ən maksimaldır. Üzürlü sayın, ona görə mən özümə üzümdən baxacağım. Yoldaşlar, əks istiqamətə mükəmməl gedir. Yəni, çox xoşuma gəlir. Nə bir dartma var, nə bir şey. Və mən sizə deyim, kifayət qədər effektiv qırxır. Yəni, öz sözünü deyir Sentinel. Hədər yerə bunu tərifləmirlər. Və əgər kimdəsə güc çatmırsa, bunu belə variantı almağa, yəni paslanmayan poladdan, hər an, yəni ki, AliExpress-də Yagi adlı dükan, həmin platformada bunun zamok materialdan olanı sifariş edə bilərsiniz. Heç biraz da olsun geriyə qalmır. O paslanmayan poladdan olan versiyadan, ona görə. Çox çətindir. Həm kamerayı sizə göstərim. Yani gördüğünüz kimi bir çapığı buraya saldım, bir çapığı da hardasa buralara saldım. Buralarda çapığı oldu. Əks istiqaməti belədir. Üstə gəl. Mən çəkiliş edirəm. Çox şeyləri nəzarət edə bilmirəm. Bəli, bu artıq nə Tianin, nə də ki, üz qırxanın təqsiridir. Qalır.
İngilislər demişəm bu dəfə. It's my fault. Həyatda ən çətin bir şeydir ki, səhvləri boynuna götürmək. Burada mən səhvi əminliklə boynuma götürürəm ki, mənlik bu çətin olar. Məncə tıraş sona çatdı. Xırda yerlər var ki, tərsən bir şey qalmayın. Buralar həmişə problemli yerlərdir. Nə qədər çox qaçsam, o qədər çox qalmayacaq. Burada. Çənələrim əsas qalan yerlər var. Buralar da yoldaşlar. Və burnumun altı. Nə edirik? Hazırdır. Süper tıraş qəşəng alındı. Tez bir zamanda yani bunlara deyirlər staçap. İngilis dilində. Bu azca belə qısadır mənim üçün. Amma yenə də okeydir, yəni işlədə bilirəm. Sürüşmür. Çox xırda çapıqlar əmələ gəldi. Baxmayaraq ki, deməli, çox ehtiyat elədim. Tələsdim əslində. Tələsdim bəlkə də bir səbəb oldu. Mən buraları nə günü salmışım. Silim icazə versəz. Yəni, qalan köpük. Hələ sabun da qaldı bunun dibində. Çox güman ki, növbəti tıraşlarda yenə də o yapışdırdığım elə çox su qaldı dibində. Bu dörü köpüyü kifayət qədər hələ var. Elə yenə də üzümüzü qırxa bilərik. Biraz belə qarışdırıb. Amma
Hal-hazırda mən bunların hamısını yuyacağam, üzümü yuyacağam. Ona görə mikrofonumu çıxardıram ki, tez bir zamanda qayıdım sizin yanınıza. İynəklərimi də çıxardım. Tez bir zamanda üzümü yaxalayıb yekunlaşdırdım. Dörd yoldaşlar üzümü tez bir zamanda qurudum. Mənim yoldaşlar, nə deyə bilərəm? Bizim bu sabunumuza bir söz yox. Çox gözəl, çox yaxşı bir tərəfdən özünü göstərdi. Gayet qədər effektiv idi, gördüyünüz kimi. Köpük tez bir zamanda yarandı. Heç bir problem olmadı. Sürüşkənliyi, köpüğün bu abyomlu falan hər şey süper idi, çox xoşuma gəldi. Və həmin bu istehsalçıya, müəssisəyə yürüyək bir daha çox sağ ol. Və Aftaşehir öncədən sirkələtmək mütləq bir şəkildə mən bildiyim qədər kifayət qədər spirti var, ona görə üzüm büzəcək. Büzəcək, bir sözlə yəni ondan olursa, üzülü sayın. Süper. Yoldaşlar çox qəşəng. Xüsusi qoxusu var. Tərkibində qorisiya, əksəs deyirəm. Mən bu qoxulara görə professional deyiləm. Amma sabunla Aftaşehir azca fərqləri var, azca. Amma notalarda da tutar ki, həmin notalar orada da var, orada da var, yəni ki, sabunda da var, Aftaşehirdə var. Amma hansısa nota, например, burnunuza əsas nota kimi gələn sabunda birdir, Aftaşehirdə ayrıdır. Sonra nədir bizdə? Fırça ideal yoldaşlar. Özünüz gördünüz ki, çox tez bir zamanda köpük yaratdı, heç bir sözü yox. Həmçinin deməli bu yəqin qabı, yəni ki, həmişə ideal tərəfdən üzləri göstərirlər. Rixos tiyələr, nə deyə bilərəm Rasim? Bəli, bu Tervalidə, Sentineldə, yəqin Sentineldə özünü elə də yaxşı tərəfdən göstərmədi. Razıyam ki, dartırdı, amma əks istiqamətdə heç bir problem olmadı. Çox qəşəng qırxdı. Tüklərə ümumiyyətlə heç bir şans saxlamadı. Dibindən. Yox, yaxşı alındı. Onu deyim ki, misal üçün də, indi o demək ki, tiyələr pisdir. Onu mən həmişə deyirəm, hansısa tiyən, misal üçün hansısa bir üz qırxanda pis görsənsə də belə, deməli, başqa hansısa bir üz qırxanda özünü çox yaxşı bir tərəfdən göstərəcək. Deməli, yəqin Sentinel Rixosla hələ də pis olmadı, yaxşı oldu. Bundan da yaxşı ola bilərdi, amma mənə elə gəlir ki, Sentinelin effektiv ayaqdan danışıram, dəstəmirsiniz ki, mikrofon yoxdur, sekund bilmirəm, boyda söhbətlər gəldi, çatdı sizə. Qeyri-professionalam ona görə. Yoldaşlar, Sentinel, Rixos, nə deyəcəkdim, deməli, bundan öncə R41-də 40-dım, ideal görsətdi, amma Sentineldə gördüm ki, dartır. Amma mən dediyim kimi, qapağı, yəni bu təhlükəsiz çubuqdan yox, qapaqdan. Qapaq qoyub sıxıram üzümə, güc yox, belə azca. Və qapaqdan qırxanda o dartma effekti kifayət qədər azaldı. Üstəgəl əks istiqamətdə ümumiyyətlə heç nə dartmadı, yəni çox qəşəng qırxdı, çox qəşəng, xoşuma gəldi. Deməli, tiyələr atılacaq, tevari yuyulacaq. Məncə bu qədər yoldaşlar, videodan xoşunuz gəlibsə, like qoyun, dost tanışla bölüşün ki, bizim videolara baxanların sayı artsın.
like koyun videoya, like koyun dedim, comment, comment yazın. Əgər hər hansısa bir sualınız varsa falan belə, mən nə isə düz etmədim, siz gördünüz, bildiniz, biz kommentdə da saxlaya bilərsiniz. Hansı başqa bir sualınız olsa. Və bu qədər. Kanalımıza abunə olun. Sağ olun. Gələn görüşənədək.